Elhamdülillah, nahmaduhu, nasta'inuhu, nastağfiruhu ve natubu ileyh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Ya eyyühellezine amenu ittakullaha hakka tukatihi ve la temutunne illa ve entum muslimun. Ya eyyuhannas ittaqu rabbakumellezî halakakum min nefsin vâhidetin ve halaka minha zavcaha ve bassa minhuma ricalan kesiran ve nisâ'a. Vettakullahellezî tesâalûne bihi vel erham innallâhe kâne aleykum rakîbâ. Ya eyyuhellezîne âmenû ittakullâhe ve qûlû kavlen sedîdâ yuslih lekum a'mâlekum ve yağfir lekum zunûbekum ve men yuti'illâhe ve rasûlehu fakat fâze fawzan azîmâ. Amma ba'd feya ibadallah usikum bit-takvati ve ta'ati innallaha ma'allezine ittakav vellezine hum muhsinun. Değerli müminler, əziz qardaşlar, dünyada mövcud olan hər millətin özünə xas bir yaşam modeli vardır. Obyektiv olaraq baxdığımızda müsəlmanların İslam əsaslarına görə həyatlarını tənzim etmələri nə qədər təbiidirsə, digər millətlərin də öz inanc əsaslarına görə hərəkət etmələri bir o qədər təbiidir. Bir müsəlmanın Allah huzurunda gündə 5 vaxt namazı və digər ibadəti olduğu kimi, digər millətlərin də özlərinə görə ibadət edəcəkləri dəyərləri və bayram keçirəcəkləri günləri vardır. Onların belə günlərindən biri də Milad bayramı adlandırdıqları Şaxta Baba simvolu ilə Yeni il bayramıdır. Değerli qardaşlar, değerli müminlər, miladi yeni il adlandırılan Şaxta Baba şənliyi Hristiyan qərb mədəniyyətinin bayramıdır. Uzun qış gecələrini, nəfsani boşluğunu doldurmaq üçün tərtib olunan bu bayramın dinimizlə heç bir əlaqəsi yoxdur. Bəs yeni il və Şaxta Baba simvolu haradan qaynaqlanır? Dəqiq olmayan rəvayətlərə görə miladi təqviminin başlanğıcı sayılan yeni il Həzrət İsa'nın anadan olduğu tarixdir. Şaxta Baba haqqında isə müxtəlif rəvayətlər vardır ki, o 4-cü əsrdə Antalyada yaşamış Santa Claus adlı Hristiyan din alimidir. Həzrət İsa'nın doğum gününü bəzəmək və uşaqlara sevdirmək məqsədi ilə yoxsulların qapısına gecə saat 12-dən sonra gizli hədiyyələr qoyarmış. Ümumiyyətlə isə 1931-ci ilə kimi Şaxta Baba haqqında müxtəlif əfsanələr yaşayırdı ki, o, haqqa inanan və xidmət edən bir şəxsdir. Lakin 1931-ci ildən sonra Coca-Cola şirkəti öz məhsulunu qış aylarında da içmək üçün Şaxta Babaya qırmızı paltar geydirərək ondan reklam kimi istifadə edir. O zamana qədər yaşıl paltarda təsəvvür edilən və haqqa xidmət etdiyini inanılan Şaxta Baba yerini kapitalizmə xidmət edən babaya verdi. Əziz möminlər, İslam ümmətinin qəhrəmanları həyatın içindən gəlmədir. Qərb mədəniyyətinin qəhrəmanları kimi xəyal məhsulu deyildir. Elə Şaxta Baba da qərbin xəyal məhsuludur ki, 1-2 gün yaşayır, sonra unudulub da yaddan çıxır. Lakin 1-2 gün yaşaması da ümmətə israfdan başqa heç nə vermir. Əsli və mahiyyəti bilinməyən 31 dekabr günü düzəldilən fişənglər və televizor şouları xalqın malına və qanına hakim kəsilir. Lakin bu fişənglərə və şoulara xərclənən sərmayə həsəbinə neçə-neçə uşaqlarımıza müalicə etmək olardı, möhtaclara da yardım etmək olardır. Əziz qardaşlar, müsəlmanlarla heç bir əlaqəsi olmayan miladi təqviminin başlanğıcına hazırlaşan, evlərini və işlərini bəzəyən, heç bir fayda verməyən ağacı müqəddəsləşdirərək, nəfsini gecədən səhərə qədər içkiyə təslim edən və bunu mədəniyyət zənn edən qafil möminlərə İslamda bunun yeri olmadığını Allah Teala bu ayəsi ilə bəyan edir. Ey iman gətirənlər, sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Ayədə dost kəlməsindən məqsəd onlarla ünsiyyət deyil, onların adət ənənələri nəzərdə tutulur. Dəyərli qardaşlar,
Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve səlləmə müxtəlif adlar verən, karikaturalar çəkib dinimizi lağa qoyanların adət ənənlərini özümüzə təlqin etməyəyim. Babalarını övladlarımıza baba kimi tanıtmayağım. Çünki Şaxta baba gülüşü və hərəkəti ilə bizim İslam mədəniyyətimizə ziddir. Dəyərli möminlər, son olaraq miladi yeni il istəsək də, istəməsək də dünyada qəbul olunan təqvimin rəsmi yeni ilidir. Nə milli, nə də dini bir bayram deyildir. Bizim nəzərimizdə bu yeni il, ilin tarixinin dəyişməsindən ibarətdir. Hicri yeni ilinə hansı sakitçiliklə, hansı əhval-ruhiyyədə keçirmişiksə, bu miladi ili də bizim üçün bir il dəyişməsindən ibarətdir. Bundan artıq bizim üçün bir məna kəsb etməz. Lakin bununla birlikdə 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü, birlik, bərabərlik şüarının simvollaşdığı bir gündür. Bugün bizə imkan verir ki, öz səsimizi bütün aləmə eşitdirək, bütöv bir millət halında biz vardıq, varıq və var olacaq da deyək. Bugün müxtəlif ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında həmrəylik şuurunu daha da gücləndirmək işində əhəmiyyətli rola malikdir. Onu da unutmayaq ki, hər bir millətin varlığını uzun müddət davam etdirə bilməsi, dini və milli adətlərinə sarılması və bunların ətrafında həmrəylik ilə mümkündür. Qərblilər bizə açıq-aydın öz dinlərini dəvət etməsələr də, öz adət ənənlərini və xurafatlarını başda uşaqlarımız olmaqla bizlərə təbliğ etməkdədirlər. Halbuki onların bu doğmalığı bizim üçün, bizim dinimiz və milli kimliyimiz üçün böyük bir təhlükədir. Əziz qardaşlar, gəlin təyin olunmuş bu gündə 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü milli və dini birliyimizi dinimizə müvafiq keçirəyin və aramızda olan cüz'i elmi fikir ayrıqlarına baxmaraq həmişə və hər zaman bir olaq, həmrəy olaq, qardaş olaq. Sonuncu cümləmi bir də oxuyuram. Milli və dini birliyimizi dinimizə müvafiq keçirəyin və aramızda olan cüz'i elmi fikir ayrıqlarına baxmayaraq həmişə və hər zaman bir olayın, həmrəy olan, həmfikir olan, qardaş olaq. Bunu niyə görə oxudum? Allah Teala bizi qardaş elan edibdir. Hansı məhzəbdə olmasından asılı olmayaraq, hansı hocanın yanında dərs almasından asılı olmayaraq, hansı şeyxin yanından asılı olmayaraq, biz qardaşıq. Allah Teala bizi qardaş edibdir. Təbii ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vəfat etdikdən sonra səhabələr arasında da fiqi baxımından fikir ayrıqları var idi. Eləcə də onların dövründən gələndən sonra da tabinlərin dövründə də, təbə tabinlərin dövründə də tarixi baxımdan da. Çünki tarix də bir elm olsa da belə, amma tarix bir yorumdur. Yəni, filan şey olub, filan şey gedib. Yəni, tarix tam bir elm, məsələn, fiqh elmdir, dəqiqdir, dəqiq elmi tələb edirsə. Bunlara baxmayaraq, bizdən öndəkilərin arasında bu ixtilaflar olub, fikir ayrıqları olub və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, ümmətimin elmi ixtilafında da bərəkət vardır. Bu günlərin biz, yenə qeyd etdiyim kimi, arada cüzü, elmi fikir ayrıqları ola bilər. Amma bu fikir ayrıqları o demək deyil ki, Allah Taala'nın təyin etdiyi qardaşlığı sən qardaşlıqdan çıxardasan. Allah Taala'nın qoyduğu birliyi, vəhdəti sən parçalayasan. Allah Teala həmən biz keçən cümlədə ayədə oxuduq, Ali İmran surəsinin 100-cü ayəsində. Düşmən idizləyir bir-birinizə, o dövrə baxağın, kafirlər, yahudilər, xristiyanlar, bütpərəstlər, olmayan şeylər yox idi. Allah Teala İslamı göndərib bizi qardaş elan etdi. Bu günlərimə elhamdülillah bizdə İslam var, amma qardaşlıq yoxdur. Yəni bunu açıq etiraf eləyin. İslam var, orada İslam yox idi. Allah Teala İslam gəldi, qardaşlıq elan etdi, qardaşlıqda yaşadılar və bizə ötürdülər. Biz bu günlərin o dövrdə yazılı dövr olmadığı üçün çatan məlumatlar arasında, alimlərin arasında bir daha qeyd etdiyim kimi cüzi, elmi, fikir ayrıqları ola bilər, var, yaranıbdır, mövcuddur. Bizə misal gətirilədir, 5 barmağın 5də 1 deyil. Hər hocanın ayə görüşü ola bilər, hər tarixçinin tarixi məlumata görüşü ola bilər,
Hər fiqh alimin bir ayə fərqli görüşləri ola bilər. Amma hamısının dayandığımız mənbə əlhəmdülillah ki, Quran-ı Kərimdir, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemdir, qibləmiz Kəbədir və Allah Taala'nın təyin etdiyi bu qardaşlığı bugündən, yəni buradan başlayaraq, yəni bunu öz aramızda təyin etməyə başlayaq ki, Allah Taala bizi qardaş elan edib və bu cüzi fikir ayrılıqlarına baxmayaraq həmişə, hər zaman bir olağın, yenə qeyd edim ki, hansı şeyxdən, hansı hocadan, hansı məhzəbdən, təbii ki, mən burada dediyim, çəkdiyim adlarım, bunlar imanla dəvətə gətirən, bunlardan gedir söhbət. İndi hər hansı bir məhzəb deyəndə, ağlına gələn bir məhzəb yaradıb bundan yox. Təbii ki, yəni bir əsası, kökü dayanan alimlərimizin tarix boyu gələn, o süzgəcdən keçən alimlərin rəylərinədir. Amma yine bunların baxmayaraq, bunların aslında görürük ki, alim tələbə arasında da fikir ayrılıqları olur. Bu ayrılıqları elmi yöndən araşdırmaq, bir-birimizə tətbiq etmək, bir-birimizin görüşərək mübadilə etməsi daha əfdəl olardır ki, nəinki Allah Taala'nın cümləsinə, Allah Taala'nın ayəsinə xilaf gedək. Allah Taala bizi günahlarımızı əfv eyləsin inşallah. Allah Taala bizim bu birliyimizi, vəhdətimizi, qardaşlığımızı mühafizə eyləsin inşallah. Bu da bizim səyimizdən asılıdır, əlhəmdülillah. Yəni, bizim buna qarşı bir cəhdimiz olmasa, şeytan bizim aramıza fitnə salacaqdır. Yəni, birliyimiz olmalıdır ki, biz də bir cəhd göstərək ki, o qardaşlıq bağlarını bağlamağa çalışaq ki, şeytan aramızı qırmasın. Estağfurullah və aqul həzə və estağfiruhu innəhu və tavvabur rahim. Estağfirullah innə dinə innəllahil islam. Elhamdülillah, hamdən kəmilinə və salatu və salam alə seyyidinə Muhammedin və sahbi azma'in, təzimən li nəbihi və təqrimən li səfihi və şən səfihi və qal azə və cəllə min qailən muxbirən və amirə İnnə Allah və mələikəti yüsəllun alə nəbi ya yuhəlləzinə amənu sallu aleyhi və səllimu təslimə Allahümmə salli alə seyyidinə Muhammedin və alə Muhammed kəmə salləyət alə İbrahim və alə Allahümmə bərəkdə alə Muhammedin və alə Muhammed kəmə bərəkdə alə İbrahim və alə Allahümmə vardin alin xulafay raşidin Seyyidil Əbu Bəkir, Seyyidil Ömər, Seyyidil Osman, Seyyidil Ali və bəqiyyətil haşərətil mübaşirə zülsidqi vəl-vəfai vəl-mühacirin vəl-ansar və cəmil mü'minə vəl-mü'minət vəl-müslimə vəl-müslimət ələhyəhum minhum vəl-əmvat Əqsazı billah İnna Allah ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel ba'i ya'izukum la'allakum tezakkarun ve aqimus salah innas salata tenha anil fahşai vel munkar. Değerli qardaşlar, değerli müminlər, Allah Taala bizi daimən bir olmağa, qardaş olmağa, yaxşı işlər görüb pislikdən çəkinməyə dəvət edir. Yaxınlarımızla, qohum-əqrabamızla sıx əlaqə olmağa dəvət edir. Bu əməllərə də, bu qardaşlığa da, bu birliyə də, bu vəhdətə də ibadətlərimizlə nail oluruq. İbadətlərimizin başında da namaz dayanır. Namaza qalxaqın ki, namaz insanı bütün pislik və çirkinliklərdən çəkindirir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah, eşhedü en أشهد أن محمدا رسول الله أشهد أن محمدا